Salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bu dəfəki çəkilişim Qubada yerləşən Mazara Lake Park oteldir. Buradan çəkilişim var. Əvvəlki videolarıma baxsaz görəcəksiniz bura haqqda çəkilişim barədə. Və bu gördüyünüz Çənlibel gölüdür. Burada istəsəz katamaran da sürə bilərsiniz. Və otelə aid restoran var. Orada oturub çay içib yemək yeyə bilərsiniz. Bura Mazara Lake Park'ın otel binasıdır. Bundan əlavə də kotec binaları da var. Və burada dükanlar var gördüyünüz kimi. Gördüyünüz kimi hədiyyəli suvenirlər. Ən çox da gələn turistlər üçün nəzərdə tutulmuş, açılmış butiklərdir. Və belə golf tipli arabaları var. Gəlin otel binası ilə tanış olaq. Bu hissədə barımızdır. Gördüyünüz kimi bu hissədə bar yerləşir. Daha sonra burada gözləmə zalıdır. Reception bu nöqtədədir. Və Mazara oteldə belə deyim, həm maşın sürmə qiymətləri, offroad qiymətləri 10 dəqiqə, 20 dəqiqə. Bundan başqa güllə atmadır. Onların qiymətləridir. Yuxarı mərtəbələrə liftlə buradan qalxırsınız. Və burada restoran hissəsidir. Axşam saat 10-un yarısına qədər restoran fəaliyyət göstərir. Və açıq bufet hissəsidir. Gördüyünüz kimi. Geniş bir restoranı var. İndi isə qalxaq. Mən sizə oteldə boş nömrələr azdır. Mən sizə standart otağı tanış edeyim. Gəlin Mazara Lake Park'da 2 nəfəri standart otağın daxili interyerinə tanış olaq. İlk öncə girdikdə gördüyünüz kimi dolab mövcuddur. Burada kassamız var. Daha sonra sanuzelimiz. Burada duşavoy, məhrabalar. Formada tərtəmizdir. Belə bir böyük güzgümüz var. Daha sonra 2 nəfəri böyük taxtımız. Televizor, çay, kofe, su, dolabdır. Və divan, kreslo və buradan göl mənzərəsi var. Gəlin. Mazara gölü, Çənlibel gölü daha doğrusu. Çənlibel gölü görüntüsü. Çox gözəl görüntüdür. Standart otaq, iyul ayı üçün qiyməti 190 manatdır. Və bu hissədən aşağı düşürük. Burada da maşını saxlamaq üçün yerlər mövcuddur, parking üçün. Aşağı gölün ətrafına düşək. Və qiymətlər barədə sizə məlumat verim. Əgər istəsəniz özünüz receptiondan ətraflı öyrənə bilərsiniz. 2 nəfəri standart otaqların qiyməti iyul ayı üçün 190. Dağ mənzərəli var, göl mənzərəli var. Dağ mənzərəlilər 190, göl mənzərəli, gölə baxanlar isə 220 manatdır. Bundan əlavə
4 nəfərlik family suitlər var. 4 nəfərlik family suitlərin qiymətləri 270, 290. O da həm tarixə, həm də ki seçdiyiniz otağa görə baxır. Yəni həftə içi ilə həftə sonu arasında qiymətlərdə fərq var. Bu da Çənlibel Gölü. Gəlin restoran hissəsinə keçid eləyək. Bura restoran hissəsidir, Lake Cafe. Həm burada otura bilərsiniz və ya gölün kənarında. Deməli, Macara Lake Cafe'də menyu qiymətləridir. Bu gördüyünüz soğuk qəlyanaltılardır, kebabların qiymətləridir. Daha sonra balıq yeməkləri, desertlər, qəlyanaltılardır, salatlardır. Bundan başqa isti içkilərdir, soyuq içkilərdir və içki növləridir. Bu da Lake Cafe menyunun qiymətləri. Və deməli, siz də uşaqlarınız burada əylənməsi üçün gördüyünüz belə pultla maşınlarla istifadə edə bilərsiniz. 10 dəqiqəsi ərazidə 5 manatdır. Və deməli, izləyicilər, Macara Lake Parkda hovuzla sizi tanış eləmək istəyirəm. Siz də Macarada yer gəlib qonaq kimi istirahət eləsəz, bu hovuzdan istifadə edə bilərsiniz. Və istiliyi vurur insana. Gördüyünüz kimi böyük, uzun, geniş hovuzdur. Dərinlik 1.20, 1.40, 1.70, 2 metrə qədər dərinliyi var. Bundan başqa orada jacuzzi formasında da var. 1 metr heç yoxdur dərinlik. Və burada da uşaqlar üçün 80 cm dərinliyində digər bir hovuz. Belə böyük, geniş hovuz hissəsi var. Qışda daha çox effektli olar, qapalılığı, istiliyi. Yayda da istifadə edə bilərsiniz lejankaları. Bu da Macara Lake Parkda hovuz hissəsi ilə tanış elədim. Əziz izləyicilər, Quba Macara Lake Parkda növbəti videomu çəkdim. Artıq buradan ikinci, üçüncü videomdur. Çalışdığım qədər ərazi ilə tanış elədim. Otel binası, otel otağı, hovuz, Lake Cafe və menyu. Kanalımı izlədiyiniz üçün təşəkkürlər. Abunə olmağı, video bəyənməyi unutmayın. Sağ olun.